Azərbaycanın ən möhkəm və alınmaz üç qavası. Birinci sırada Gəvərsən Gövərsən qavası. İbn Ərəbşah qavanı gəl gör get, yəni mühasirə et, amma ala bilməyəcəksən kimi təqdim edir. Qavanı məşhurlaşdıran əsas müharibə isə Nadir Şah dövründə baş vermişdir. 1736-cı ildə Azərbaycan taxtına çıxan Nadir Şah Şəki üzərində də öz hakimiyyətini bərqərar etmək istəyirdi. Şəkinin müstəqil hakimi olan Hacı Səbəbi xan Nadir Şahın hakimiyyətini tanımırdı. O, Nadir Şahın böyük ordusuna qarşı açıq döyüşdən çəkinərək əhalisi və birlikdə bu alınmaz qavaya sığınır. Təxminən 30 min nəfərlik ordu ilə Nadir Şah qavanı mühasirəyə alır. Uzun müddət mühasirəyə alınmasına baxmayaraq qava ələ keçirə bilmir. Nadir Şah bu hadisəyə qəzəblənərək Şəki şəhərini və ətraf kəndləri yandırır. 1745-ci ildə qala yenidən mühasirəyə alınsa da, yenə də ələ keçirə bilmir. Ölkələri, böyük şəhərləri fəth edən və böyük bir sərkərdənin bu qalanı ala bilməməsi isə qalanın möhkəmliyinə və alınmazlığına sübut olur. Şuşa qalası. Şuşa qalasının alınmazlığına ən böyük sınaq isə Qacar hökmdarı olan Ağa Məhəmməd Şah Qacarın dövründə olmuşdur. O, Gürcüstan və Azərbaycana yürüyüş edərkən Şuşa şəhərini mühasirəyə alır. Təxminən 20 min nəfərlik ordu Şuşa şəhərini 33 gün müddətinə mühasirədə saxlayır. Qala müdafiəçiləri tez-tez şəhərdən çıxaraq əks hücumlar təşkil edir və Qacar qoşunlarına ağır itkilər verirdi. Nəticədə çoxsaylı qüvvələrinə və texnoloji üstünlüyünə baxmayaraq Ağa Məhəmməd Şah Qacar şəhəri ələ keçirə bilmir. 3-cü sırada Əlincə qalası. Ordubad rayonunda yerləşən bu qala 1200 metr yüksəklikdə yerləşir. Əlincə qalasının alınmazlığına ən böyük sübut isə Əmir Teymur dövründə olmuşdur. Bəzi mənbələrə görə 14 il ərzində qalaya müxtəlif yürüşlər həyata keçirilsə də, qala məğlubiyyət görməmiş böyük türk sərkərdəsi Əmir Teymur tərəfindən belə müharibə yolu ilə alına bilmir. Qala yalnızca qala bəylərinin həyatı ilə bağlı spesifik şərtlər yerinə yetirildikdən sonra təslim edilmişdir. Alınmaz qalaları belə alan Əmir Teymura qarşı dirəniş isə qalanın şöhrətini bir xeyli artırmışdır.